Salam dəyərli abituriyentlər, videoma xoş gəldiniz. Bilirsiniz ki, blok imtahanına cəmi 16 gün qalıb. Mən isə bu gündən etibarən 15 günlük təkrar kampı başladıram. Bizim bu təkrarda nələr olacaq videolarımızda? OTK-nın indiyənə qədər axırıncı illərdə keçirilmiş bütün sınaqlarının izahlarına baxacaq hissə-hissə. Və siz də mənim videolarımla birlikdə o sualları işləyəcəksiniz. Birinci sualı açanda mən dayandıracaqsınız videonu, sualı işləyəcəksiniz, sonra baxacaqsınız düzmü yazmısınız, səhv mi yazmısınız və hansı mövzuya aid sualda səhv edirsinizsə, həmin mövzunu qeyd edib təkrar edəcəksiniz. 15 gün ərzində bu şəkildə təkrar etsəniz, imtahanda nəticənizi yüksəldə bilərsiniz. Tək OTK yox, dimin sınaqlarında işləyəcək. Kampımızın digər videolarını da izləmək üçün kanalıma abunə olub, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Gəlin onda ilk videomuzdan, ilk izahımızdan başlayaq. Bugün sizlər üçün OTK-nın 2023 tarixində birinci qruplar üçün keçirmiş olduğu sınağındakı sualların izahına baxacağım. Gəlin başlayaq. Bir nömrəli sualımız sabit cərəyan qanunlarına aid bir sualdır. Həm sabit cərəyan qanunu var burada, həm də elektromaqnit induksiya qanunu var. Hər iki mövzunun qarışıq şəkildə izahı var. Əgər bu sualda səhv etsəz, siz elektromaqnit induksiya bölməsini təkrar etməlisiniz. Gəlin onda bu sualın izahına baxaq. Deyir ki, sabit cərəyan mənbəyinə rezistor və sarğac ardıcıl qoşulmuşdur. Ferromaqnit içliyi sarğaca daxil etdikdə nə baş verər? Deməli, ferromaqnit içliyi əgər sarğaca daxil edirəmsə, birinci sarğacın induktivliyinə baxaram. Mü bərabərdir L bölünsün L0. Əgər ferromaqnit içlik daxil etsəm, sarğacın induktivliyi düz asılı olduğu üçün artmalıdır. Amma 1-də mənə deyir dəyişmir. Deməli 1 yanlışdır. 1-ə aid olan variantları ataram. Bunlar getdi. 2-də deyir ki, sarğacdan keçən cərəyan şiddəti azalır. Bu da yanlışdır. Niyə yanlışdır? Çünki cərəyan I bərabər U bölü R ilə tapılır. Gərginlik dəyişmir və baxıram ki, burada deməli, müqavimət də dəyişmir, sabitdir. Onda cərəyan şiddəti də dəyişməz. 2 də deyil. Rezistorda ayrılan güc dəyişmir deyir. Rezistorda ayrılan gücə baxsam, P bərabərdir. Məsələn, I kvadratı R yazaram. Baxıram ki, I dəyişmir, R dəyişmir. Onda güc dəyişməyəcək. Bu düzdür. Maqnit sahəsinin enerjisi W maqnit bərabərdir. L kvadrat bölünsün 2 yazaram. Baxın, I dəyişmir. Sarğacın induktivliyi artırsa, deməli maqnit sahəsinin enerjisi də artmalıdır. Yəni 4 də düz deyir. Sarğacdan keçən maqnit seli azalır deyir, yanlış deyir. Çünki fi bərabərdir mü bərabərdir fi bölünsün fi 0-dır. Yəni buna görə əgər ferromaqnit içlik daxil edirəmsə, mü artırsa fi artmalıdır. Amma azalır verir, yanlışdır. Cavabı yəni götürərəm Y variantı. Keçək 2 nömrəli suala. Baxın, deyir ki, paralel birləşdirilmiş iki eyni hava kondensatoru yükləndikdən sonra gərginliyi 18 volt olan mənbədən ayrılmışdır. Kondensatorlardan birinin lövhələr arasında tam tutan dielektrik nüfuzu 2 olan dielektrik daxil etdikdə onun gərginliyi nə qədər olar? Deməli, bu kondensator paralel birləşibdir. Mən bunu paralel birləşmək üçün ümumi tutumu yazaram ki, əgər iki eynidirsə, yəni tutumları bərabərdir, S üstə gəlsi, bərabərdir 2S yazaram. Və U0 başlanğıc anda da mənim gərginliyim 18 volt verib. Onda mən buradan birinci növbədə yükün ümumi qiymətini taparam. Q bərabər olar SU-ya görə 36 S taparam. Bunu tapdıqdan sonra mənbədən ayrılırsa, ikinci halda deməli yük dəyişməyəcək. Yəni ikinci halda da yük 36 olaraq götürəcəm. 36 S olaraq. Və deyir ki, birinci kondensatorun birinin lövhələr arasına, məsələn S1 olsun. S1 S0 idi. 2 olan dielektrik daxil edəndə 2S0 olur. S2 də elə S olaraq qalırsa. Onda ümumi tutumu taparam. Paralel birləşmədə S1 ilə S2-ni toplayaram. Bu mənə verəcək, deməli, daha doğrusu 2S'dir bu. 3S'dir. Daha sonra isə ümumi ikinci halda gərginliyi tapanda Q bölünsün S yazmalıyım. Yəni 36 S-ni bölməliyəm 3S-yə. Bunlar da gedir, cavab düşür 12 volt. Yəni A variantı. Keçək indi 13 nömrəli suala. Toplayıcı linzada cismin həqiqi xəyalı alınmışdır. Cisim məsafəsi artırılarsa,
Deməli, bu həndəsə optikaya aid sualdır. Əgər bu sualı səhv edirsinizsə, həndəsə optikanı təkrar edin. Deməli, toplayıcı linzada cismin həqiqi xəyalı alınıbdır. Və bizə deyir ki, cismin məsafəsi artırsa, yəni cisim məsafəsi d-ni artırsaq, onda baxıram ki, optik qüvvə asılı deyil. Nəyə görə? Optik qüvvə d bərabər 1/f düsturunda yalnız f-dən asılıdır. Qalan hissədən asılı deyil. Optik qüvvə nə azalmaz, nə artmaz. Eyni ilə fokus məsafəsi də. Yəni bizim bu cisim məsafəsindən asılı deyil, yalnız d-dən, optik qüvvədən asılıdır. Ona görə o da dəyişməz. Gələk indi xəyalın xətti ölçüsü artar deyir. Xəyal mövhumi ola bilməz, çünki xəyal həqiqidir. Cisim məsafəsi artırılması, yəni cismin linzadan uzaqlaşması deməkdir. Mövhumi o vaxt var ki, cisim linzaya yaxınlaşar. Mövhumi xəyalda yalnız d kiçik f halında olur da. Bir dənə toplayıcı linzada burada mövhumi xəyal alınır. İki variant qaldı bizim əlimizdə. Xəyalın ölçüsü artar, bir də linzanın xətti böyütməsi azalar. B də yanlışdır. Niyə? Çünki cismi toplayıcı linzaya yaxınlaşdıranda ölçüsü artır. Amma mən məsafəni artırmışam. Yəni cismi toplayıcı linzadan uzaqlaşdırmışam. Uzaqlaşdıranda xəyalın xətti ölçüsü azalır. Cavab olur D variantı. Niyə? Q bərabər F böl D-dir. Mən D-ni artırsam Q azalmalıdır. Yəni cavab olur D variantı. 4. Şəkildə göstərilmiş Q1 müsbət Q, Q2 4Q və Q3 mənfi Q3-lərinin O nöqtəsində yaratdıkları Y3-ün elektrik sahəsinin intensivliyinin qiymətini hesablayın. Gəlin baxaq. Q1-in intensivliyi O nöqtəsində necədir? Müsbət yükdürsə Q1-inki. Q1-in intensivliyi özündən çıxır. Amma bunları da yazmaq lazımdır. Gəlin belə yazaq. Y1 üçün yazaq K2 bölünsün R kvadrat. Bunun da məsafəsi 2 dama olduğu üçün 2R kvadrat, 4R kvadrat olar. Buna mən bir Y deyim. İkinci üçün yazanda Y2 üçün 4K2 bölünsün, yenə məsafəsi o nöqtəsindən bunun 4 damadır. Baxın 1, 2, 3, 4. Kvadratı 16R kvadrat edər. Bu da mənə verir K2 bölünsün R kvadrat. 4R kvadrat. Buna da yenə bir Y desəm. Y3'e gələndə isə Y3 bərabər olar. K2 bölünsün 3-cünün məsafəsi də yenə 4 damadı 16R kvadrat edər. Bunda onda mən Y bölünsün 4 götürə bilərəm. Aha. İndi gəlin baxaq. Bu müsbətinki özündən çıxdı. Q2 də müsbətdir. Yenə özündən çıxır bu şəkildə. Deməli, Q2 ilə Q1'i çıxmalıyam. Bunlar bir-birini aparacaq. Çünki ikisinin intensivi eynidir. Bunlar 0 verir. Q3 mənfidir. Mənfidi intensivi özünə daxil olmalıdır. Deməli, onda Y3-də hansı istiqamətdə gedər? 2 istiqamətində. Cavabı götürərəm C variantı. Bu sual elektrik yükünə aiddir. Əgər səhv yazdıqsa elektrik yükü mövzusunu təkrar edin. 5. Düz xətlər hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda asılılıq qrafiki verilmişdir. Hansı hissələrdə cismin yer dəyişməsi bərabərdir? Yer dəyişmələr bərabərdir. Uşaqlar, bu düz xətli bərabər təcilli, bərabər sürətlər hərəkətə aid sualdır. Yəni, əgər bu sualı səhv yazsaz, o mövzunu mütləq təkrar edin. Deməli, birinci növbədə nə vaxt yol yer dəyişməyə bərabər olar? Düz xətlər hərəkətdə. Bunu bilirik. Lakin indi biz burada hesaplamalıyıq. Gəlin birinci baxaq. Birinci də V-nin T-dən asılılıq qrafikində grafikin altda qalan fiqurun sayısı bizə bilir ki, yer dəyişməni verir. Baxıram ki, burada düzbucaqlıdır. AB ilə tapıram ki, 3-ü 2-yə vururam 6. İkinciyə baxıram. İkinci hissə. Hər birində fiqurun sahələrini tapıram. İkinci hissə, baxın, bu hissədir. Bu bir trapesiyadır. Trapesiyanın sahə düsturundan A plus B bölünsün 2 vurulsun H yazaram. Bərabərdir. Trapesiyanın bir oturacağı 3'dür. Digər oturacağı 6'dır. Bölürəm 2'yə, vururam 2'yə. Bu da mənə 9 verir. Üçüncü hissəm yenə düzbucaqlı formasındadır. AB ilə yazacağım. Baxın, buradır. Baxın, bura. Onda üçüncü hissədə bir tərəf 6'dır. Digər tərəf isə 2'dir. Bu da mənə 12 verər. Gələk sonuncu dördüncü hissəyə. Dördüncü hissədə isə bir üçbucaq var. Fikir verirsinizsə, baxın bura. 2'də 1 vurulsun 6 vurulsun 2 olur. Bu da mənə 6 verir. Onda hansılar eyni oldu? 4 və 1. Onda 1 və 4 B variantı götürərəm. 6 nömrəli sual. Şəkildə göstərilən dövrədə sərf olunan güc 60 Watt olur. Sabit gərginlik mənbəyinin qütblərini dəyişdikdə isə 40 Watt güc sərf olunur. Dövrədəki rezistorların müqavimətini hesablayın. Gəlin belə edək. Birinci hal üçün gücü bizə 60 Watt verib. İkinci hal üçün isə gücü bizə 40 Watt verib. Bu sual uşaqlar həm sabit cərəyan qanunlarına aiddir, həm də müxtəlif mühitlərə aiddir. İndi
Birinci vəziyyətdə 60 vatı ölçəndə gərginlik də hər ikisində eynidir. Yəni U1-də də 20-dir, U2-də də 20-dir. Mənbənin qütblərinə baxıram. Bura müsbət olanda fikir verirsiniz, P qütbü müsbətə birləşib. N qütbü də mənfi. Bu düz keçiddir. P pozitivdir, müsbət tərəfə birləşib, N negativ, yəni mənfidir, mənfi tərəf. Bu düz keçiddir. Yəni bu P-in keçidindən cərəyan keçər. Onda bu iki müqavimətim də paralel birləşməklə yaza bilərəm ki, deyəsən bunların müqavimətlərini soruşur. Ümumi bərabərdir, R1, R2 bölünsün, R1 plus R2. Paralel birləşmədir da. Bu beləcə qalsın. İkinciyə gələndə belə bir məsələ var. Bura mənfi, bura müsbət qoyanda, müsbətdən gələndə müsbət mənfi tərəfə birləşib, mənfi pozitivə birləşib. Bu tərs keçiddir. Yəni bu deməkdir ki, buradan R1-dən cərəyan keçmir. Onda deməli, yalnız ikincidə ümumi müqavimət nəyə bərabər olar? R2-yə. Gərginliklərin bərabərdirsə, əgər mən yazacağım ki, P bərabərdir U kvadratı bölünsün R. Və görürəm ki, R-lə tərs asıdır. Onda belə bir nisbət quracağım. P1-in P2 olan nisbəti bərabərdir. R2-nin R1 olan nisbətinə. Buradan P1-i verib 60 wattdır. Qoyuram yerinə. P2 40 wattdır. Bərabərdir. R2 R-ümumi 2-dir da. R2-dir. R1-imin də yerinə bu ifadəni qoymalıyam. Yazaq R1 plus R2 bölünsün R1 plus R2. Bu şəkildə. Bir dənə baxım görün, bəlkə bunların nəsə müqavimətləri yox. Eyni deyil, rezistorların müqavimətini istəyir. Aha, onda bu ifadəni biraz sadələşdirək. Sıfırlar getsin, bunu 2-yə ixtisar aparsam 2, 3. Çarpaz vursam, belə yaza bilərəm. Burada deyəsən R1, R2-dir, buraqdır. Onda 3, R1, R2 bərabərdir. 2, R1, R2 üstə gəlinsin, 2R2-nin kvadratı alaram. Onda buradan 2R2-nin kvadratı bərabər olar R1 R2-yə. R2-lərimin biri getsə, 2R2 bərabərdir R1-ə. Onda R2 bərabərdir R1 bölünsün 2-yə. Bunu aldıqdan sonra gətirib yerinə qoyub ifadələrində hər hansısa birində tapa bilərəm. Birincidə məsələn, R2-nin yerinə bu ifadəni qoysam cavab alacağım. Baxaq. Baxın, birinci üçün yazacağım. P1 bərabərdir U kvadratı bölünsün. R1-imdə nə idi? R1, R2 bölünsün R1 plus R2 idi. R1, R2 məxrəcdə olsun. R1 plus R2 sürətdə. Aha, belə. Deməli, P1 var idi. Neçə idi bu? 60. Yazaq buradan. 60 bərabərdir. U kvadratım var. 20-dir, kvadratı 400. Vurulsun. R2-nin yerinə R1 böl 2 və yaxud da R1-in yerinə 2R2 qoysaq, R2 ilə toplasaq 3R2 edər. Bölərəm. Deməli, R1-in yerinə 2R2 qoyanda bu da 2R2-nin kvadratı edir. Deməli, buradan ixtisarlarımı aparsam R2-lərimin biri gedər. Buradan 6 ilə 0 apara bilərəm. Buradan 12 R2 bərabər olar 40-a. Onda R2-ni buradan tapanda 40 yox, daha doğrusu burada 3 də var, 120. Onda R2-ni 10 tapıram. R2 10'dursa gətirib yerinə qoyub R1-də də tapanda 2R2-dir da. Bu da 20-dir. R2 10, R1 isə 20. Yəni bu sualda 6-da cavab olur C variantı. Bu şəkildə həll olunur. Keçək növbəti suala. 7 nömrəli sual doyan buxara aiddir. Doyan buxarın kütləsinin onun həcmindən asıllıq qrafiki verilmişdir. Buxar bir halından 2 halına keçərkən onun temperaturu və sıxlığı. Diqqət edin. Doyan buxardır. Doyan buxar. Bir halından 2 halına keçir. Bu doyan buxarda nə vaxt kütlə həcmdən düz asılı olar? Temperatur sabit olsa 2 hal var da, ya həcm sabit olur, ya temperatur. Həcm dəyişirsə deməli temperatur sabitdir. Belə çıxır ki, temperatur dəyişməz. Lakin temperatur dəyişməyəndə təzyiq, sıxlıq, konsentrasiya da həcmdən asılı olmur. Ona görə hər ikisi dəyişməz. Cavabı götürərəm C variantı. Keçək növbəti suala. 8. Eyler-Venn diaqramında bir cism aqət sahəsinə induksiya xətlərinə eyni sürətlə perpendikulyar daxil olan proton və elektron üçün uyğun bədləri müəyyən edin. Hər ikisi yüklü olduğu üçün çevrə üzrə hərəkət edir. Amma baxmalıyım bunlara təsir edən qüvvə hansı istiqamətdədir. Uşaqlar, sol əl qaydasını tətbiq edəndə baş barmağımız sürət istiqamətində yönəlsə, daha doğrusu 4 barmağımız
B induksiya ovuca daxil olur. Belə tutaq da onda. 4 barmağımız sürət istiqamətində, baş barmağımız bu şəkildə olur. Onda 4 barmaq sürət istiqamətində olanda, ovucumuzun üstü olanda baş barmağım yuxarıya doğru gedir. Yəni bu yükü zərrəciyə aşağıdan yuxarıya bir qüvvə təsir edir. Onda bu zərrəcik belə fırlanır qüvvənin təsiri ilə. Digərinə gələndə bu mənfidir. Yenə buna da aşağıdan yuxarıyadır. Amma mənfidirsə nə götürəcəm? Əksini yuxarıdan aşağıya. Onda bunu da nə edir? Qüvvə baxın bu istiqamətdə dəyişdirir də. Belə. İndi uyğunlaşdıraq. Bir də deyir ki, saat əqrəb istiqamətində. Bu ikinciyə aiddir. Dövrətmə periodu daha kiçikdir deyir. Dövrətmə periodunu və tezliyini isə düstura görə baxmalıyıq uşaqlar. Deməli, biri protondur, birisi elektrondur. Perioda gələndə T bərabərdir 2 pm bölünsün QB düsturu ilə tapılır. Burada baxanda görürəm ki, elektronun kütləsi protondan daha az olur uşaqlar. Yəni elektron protondan yüngüldür, yükləri eynidir. Elektronun kütləsi protondan az olduğu üçün protonun periodu daha böyük olur, elektronunki kiçik olur. Yəni 2 də bura gedir. Onda tezliyi kiçik olan digəridir. Sahə tərəfindən görülən iş hər ikisində 0 olur. Cızdığı çevrənin radiusu daha kiçikdir. Onda yazırsınız R bərabər mv böl QB. Yenə yük ədədləri eynidir deyək, kütləyə baxırsınız. Hansının kütləsi daha kiçik idi? Elektronun. Elektronun kiçik idi. Amma burada bir məsələ var da. Saat əqrəb istiqamətində çevrə üzrə bərabər sürətlər hərəkət edir. Biri saat əqrəbin, yox, bu heç vaxt gedə bilməz. Sahə tərəfindən görülən işi də götürdük. Cızdığı çevrənin radiusu daha kiçikdir. Kütləsi ən kiçik olan olmalıdır. Yəni bu olmalıdır. Yenə ikinciyə getməlidir. Sahə tərəfindən təsir edən qüvvənin istiqaməti sol əldən bu hər ikisidir. Birinciyə 3 gedir. Yəni birinci protondan söhbət gedir. Daha sonra baxanda görürəm ki, deməli, burada nəsə bir yanlışlıq olmadı ki, periodu kiçik olan tezliyi böyük olur da. Hə, onda deməli, uşaqlar, burada əl qaydasını tətbiq edəndə cüzi bir səhvlik olub, onu düzəldim. Burada əlimizin üstü olmalıdır. Əlimizin üstü olanda müsbət yükə təsir edən qüvvə aşağıya doğru yönəlir. Belə fırlanır. Burada isə mənfidir deyə tərsinə yuxarıya doğru qalxacaqdır. Yəni bu birinciyə gedir. Aha, qalanlar düzdür. 1, 3, 2, 5, 4, 6. Yəni cavabı götürərəm D variantı. 9. Çəksiz çubuq və blokdan ibarət sistem şəkildəki kimi 5 kiloqram və 3 kiloqram kütləli cisimlər asılmışdır. Hansı nöqtədən və kütləsi nə qədər olan cisim asılmalıdır ki, sistem tarazlıqda olsun? Deməli, mən bilmirəm da hansı nöqtədən asılmalıdır və neçə kiloqram asılmalıdır. Bu tipli sual keçən il açıq sual kimi düşmüşdü. Ona görə diqqətlə qulaq asın. Baxın, sistemin tarazlıqda olması üçün yuxarı çəkən qüvvə aşağıdakıların cəminə bərabər olmalıdır. İndi, mən birinci baxıram ki, burada 10 kiloqramdır. 10 kiloqramın ağırlığı 100 newtondur. Yəni, bura 100 newtona bərabərdir. Eyni qüvvə olur. Buranı bilirəm. İndi, mən bu 4 nöqtədən hansına qoysam bu tarazlı olar. Baxın, bura 60'dır. Belə yazaq da, 100 bərabərdir. 60 üstə gəlsin x. Qüvvəmi bilmirəm. Qüvvəmi buradan 40 newton tapıram. Deməli, cismin kütləsi mg bərabər 40'dırsa, deməli, cismin kütləsini tapıram 4 kiloqram. Deməli, 4'ə bərabər olmalıdır. Əslində cavab tapıldı, amma mən indi qolun tapılmasını da göstərəcəm. Buranı dayaq götürəcək uşaqlar. 40 newtonun, bilmirəm qol neçədir, x deyirəm. 60'ın qolu isə 2'dir. Onda x'i buradan tapıram ki, 120 bölünsün 40. Yəni 3. Dayaqdan 3'də amma sayıram. 1, 2, 3. Deməli, L nöqtəsindən 40 kiloqram kütləli 40 newton ağırlığında cisim asılmalıdır. Cavab olur A variantı. Keçək növbəti suala. 10. Kütlələri M1 bərabər M və M2 bərabər 2M olan kürələr uyğun olaraq 35 və 10 metr böl saniyə sürətlə qarşı-qarşıya hərəkət edərək qeyri-elastiki toqquşur. Birləşmədən sonra hansı istiqamətdə və hansı sürətlə hərəkət edər? Bu impulusa aid sualdır. Və son sürət bərabərdir. Qarşı-qarşıya hərəkət edirlərsə, M1 V1 çıxılsın modulda M2 V2 bölünsün M1 plus M2 ilə bunların birinci son sürətlərini taparam. Deməli, M1'im M'dir, 35'dir V1'imdə, onda 35M olur. Çıxıram, 10'nu vururam 2M'ə 20.
Bölünsün, bunları da toplayıram kütlələr üçün. Deməli 35-dən 20 çıxanda 15-im qalır. 3-ə də böləndə 5 alıram. Deməli 5 sürətlə gedirlər və hansının impulsu böyükdürsə o istiqamətdə. Baxın, birincinin impulsu M1 V1-ə görə 35-imdir. İkincinin impulsu isə o 20-imdir. Yəni mən görürəm ki, birincinin impulsu çoxdursa, birinci istiqamətində sağa yəni gedəcəklər. Cavab A variantı. Keçək növbəti suala. 11. Verilmiş kütləli ideal qaz molekullarının orta kinetik enerjisinin qazın həcmindən asılılıq qrafiki verilib. Uşaqlar, kinetik sabitdirsə, kinetik bərabər 2-də 3 KT düsturuna görə temperaturla düz asıda, deməli T konstantdır. Mən buradan bunu tapdım. T konstantdır və həcm oxun istiqamətinə baxın, həcm artır. Deyir, temperaturu sabit qalıb, düz deyir. Həcm artanda konsentrasiya necə dəyişir, onu tapmalıyıq. Ümumiyyətlə, konsentrasiya sıxlıq həcmdən tərs asılıdır, ρV. Baxın, sıxlıqla həcm tərs asılıdır. Ona görə həcm artıbsa, konsentrasiya sıxlıq azalmalıdır. 2-ni götürmürəm, ancaq 3-ü götürə bilərəm. Daxili enerji temperatur sabitdirsə, sabit qalmalıdır. Kvadratik sürət də sabit qalıb, düzdür bu da. Niyə düzdür? Çünki kinetikin həm də düsturu mv kvadrat böl 2-dir. Kinetik sabitsə, onda sürət də sabit olmalıdır. 1, 3, 5'dir cavab, yəni Y variantıdır. 12. Cisim radiusu 8 metr olan dairəvi yolda 2 metr böl saniyə sabit sürətlə hərəkət edir. Cisim M nöqtəsindən N nöqtəsinə gəlmə müddətini hesablayın. Baxın, çevrənin radiusunu verib 8 metr. Sürətini verib 2. Mən buradan periyodunu tapa bilərəm. Yazaram ki, V bərabərdir 2 pi R bölünsün T. Periyodu tapacağım ki, 2 pi 6'dır. R 8'dir, V isə 2'dir. 6'ın 8'ə vuranda 48 edir. 2'ye böləndə 24 düşür. 24 bunu tapdım. Periyodu tapdım. İndi bir tam çevrədə gedilən yol periyoda bərabərdir da. Yəni başladığı nöqtəyə geri qaydında. Mən isə 45 dərəcəni deyir. Bu hansı periyoda uyğun gəlir? Əgər bir tam periyodumu 360 dərəcə götürsəm, onda 45 dərəcəm periyodun hansı hissəsi olar? X. Onda X-i buradan nə taparam? Deməli 45'i 360'a bölməliyəm. T bölünsün 8. Yəni kiçik T bərabərdir T böl 8 müddəti. Onda T də bərabərdir. T-ni 24 tapmışam. Böləcəm 8'ə. 24 də 8'ə böləndə 3 düşür. Deməli 3 saniyə qət edibdir. Cavab olur A variantı. Keçək 13 nömrəli suala. Sürtünməsiz üfüqi səth üzərindəki cisimlər 24 Newton qüvvənin təsiri ilə birlikdə 2 metr böl saniyə kvadratı təcillə hərəkət edirlər. Kütləsi 4 kiloqram olan cisim ikinci cisim üzərindən götürülərsə, onun aldığı təcil nəyə bərabər olar? Birinci halda, baxın uşaqlar, birincinin kütləsi var, qüvvə var, təcil var, gəlin ikincinin kütləsini tapaq. F bərabərdir, bu ikisini də birlikdə dartır axı. M1 plus M2 vurulsun A. F-i 24 verib, bərabərdir. M1-i də verib, 4'dür. M2 yoxdur, vurulsun A isə 2'dir. Buradan onda 4 üstə gəlinsin M2 bərabərdir, 12 alaram. Onda M2'ni buradan 8 taparam. İkinci halda mənə deyir ki, M1'i götürdüm. M1 yoxdursa bircə M2 qalır. Kütləni bilirəm. Qüvvəni də deyir ki, iki cisim üzərindən götürülərsə, onun təcili nəyə bərabər olar? F bərabərdir, onda eləcə olacaq M2A. A-nı da buradan tapanda F-i verib 24, M2'im də 8'dir. Bu da mənə 3 verir. Cavabı da götürürəm D variantı. Bu şəkildə. Keçək 14 nömrəli sual. Hansı elementin nüvəsinin yükü 12,8 vur 10⁻⁹ kulona bərabərdir? Deməli, gəlin onda yükü veribsə yazaq. 12,8 vur 10⁻⁹ Yeni də veribdir 1,6 vurulsun 10⁻⁹. Eni tapaq da Q bərabər eni yedən. Eni tapanda Q-nü Y-yə bölməliyəm. Deməli, Q 12,8 vur 10⁻⁹'dur. Y də 1,6 vur 10⁻⁹'dur. Burada 10⁻⁹'lar gedir. Sıfırlarımı çəksəm. Bunu 16 ilə ixtisar apara bilərəm. 1, 64'də 16 4 dəfə yerləşirsə 128'də 8 dəfə yerləşir. Yəni aşağıda say 8'ə bərabər olmalıdır. Oksigendir. Cavabı götürürəm D variantı. 15. Harmonik rəqs edən yaya bağlanmış cisim tarazlıq vəziyyətindən keçən andakı kinetik enerjisi 80 joldur. Rəqsin yer dəyişməsinin 2 sm olduğu anda yayın potensial enerjisi 20 jol olur. Rəqsin amplitudunu hesablayın. Tarazlıq vəziyyətindən keçən anda sürət maksimum olur.
Yəni bu mənə verdiyi kinetikin maksimal qiymətidir. Onda kinetik maksimum olanda potensial 0 olduğu üçün mən kinetikin maks qiymətini tam enerji götürə bilərəm. Maks o da bərabərdir 80 joule. Mənə x-i verib 2 cm və həmin anda da potensial enerjini mənə 20 verib. Onda gəlin birinci həmin andakı kinetiki tapaq. Kinetiki tapamda tamdan çıxmalıyam potensialı. 80-dən 20 çıxıram, kinetiki 60 tapıram. Ondan sonra tam enerjini yaza bilərəm. Y tam üçün yazaram ki, kxm kvadratı bölünsün 2 bərabərdir və ya heç ehtiyac yoxdur. Kx kvadratı böl 2 ilə gedə bilərəm. Buna ehtiyac yoxdur. Belə yazaq. Birinci k-nı tapaq Y potensialdan. Kx kvadratı böl 2-dən. Deməli, potensialım 20-dir. 20 bərabərdir. K vurulsun, 4 bölünsün 2. Onda k-nı buradan 10 tapıram. Sonra da gətirib tam enerjinin düsturundan xm tapacam. Kxm kvadratı bölünsün 2-dən. Bərabər edəcəm. Baxın, k-nı 10 tapmışam. Xm-in kvadratı bilinmir. Bölünsün 2 bərabərdir. Tam enerji də 80-dir. Onda buradan da xm kvadratını tapıram 16. Onda xm də 4-dür. Yəni rəqsin amplitudu 4-ə bərabərdir. Cavabı götürərəm B variantı. Keçək 16 nömrəli suala. Yer ətrafında 4 kökdə 2 km/saniyə sürətlə dövr edən peyk üçün hansı ifadələr doğrudur? Yer səthi yaxınlığındakı peykin sürətini də bizə verib. Deməli, gəlin tapaq. Görək hansında sürətim 4 km/saniyə edəcək. Düsturumuz var idi. Və bir hündürlükdəki kosmik sürət bərabərdir. Və birinci kosmik sürət bölünsün kökün altında 1 üstəgəl h bölünsün r idi. Və birincinin yerinə yazacağım 4 kök 2 bərabərdir. Birinci kosmik sürətdə verib 8. Bölünsün 1 üstəgəl h böl r. Elə buradan uşaqlar baxan kimi 8 ilə 4-ü ixtisar aparam, bura 2 düşər. İfadəni də belə yazaram da onda. Kökdə 2 bölünsün 2 bərabərdir. 1 bölünsün kök altında 1 üstəgəlsin h böl r. Bu ifadəni tərsinə çevirib kök alsam, yəni kvadrata yüksəltsəm ki, köklər getsin. Onda belə bir ifadə alacam. Deməli, baxın, tərsinə çevirirəm. 2-nin kvadratı 4, kök 2-nin kvadratı 2 bərabərdir. 1 üstəgəl h böl r olur. Bundan da bu gedir 2 düşür. 2 bərabərdir 1 üstəgəl h böl r-dirsə, onda h nəyə bərabərdir? Elə r-ə bərabərdir da. 1 düz deyir. Qalan variantları ataram. Cavabı demək olar ki, tapdıq. 4 niyə düz deyir? Çünki təcil mərkəz qaçma təcil həmişə yerin mərkəzinə doğru yönəlir, düz deyir. Cavab olur 1-4. D variantı. Keçək növbəti suala. Cisim mail müstəvinin səthinə paralel 30 Newton qüvvənin təsiri ilə bərabər sürətli qaldırılır. Cisimlə səth arasındakı sürtünmə misal 0.5 olarsa, cismin kütləsini hesablayın. Deməli, bizdən cismin kütləsini istəyir. 30 ilə dartılırsa, bu cisimdə aşağıya doğru bir mg sinus alfa proyeksiyası var. Mg'nin. Bir də F sürtünmə var. Onda F nəyə bərabər olar? Mg sinus alfa ilə F sürtünmənin cəminə. F sürtünməni də açaq da mg kosinus alfaya bərabərdir. Mail müstəvidə. F-i verib bizə 30-dur. Bərabərdir. M-i mötərizə xaricdən çıxardaram. Vurulsun. J sinus alfam. J 10-dur. Sinusumu verib 0,6. Üstə gəl. Mü neçədir burada vermişdi? 0,5. J 10, kosinus da 0,8. Buradan kütləni tapanda 30-u bölməliyəm. Mötərizənin içərisi 0,6-ya vururam 6. Bu 6-dir mötərizənin içərisində. Digər isə 5-i 0,8-ə vuranda 4 edir. Cəmi də 10 edir. Bu da bizə 3 kiloqram verir. Yəni cismin kütləsi 3 kiloqrama bərabərdir. B variantı. Keçək 18. Cismin oturacağının sayısı 100 cm kvadrat olan silindrik qabdakı suya salındıqda suyun səviyyəsi 5 cm dəyişir. Cismin sıxlığının suyun sıxlığından kiçik olduğunu bilərək cismin kütləsini hesablayın. Deməli bizə nə verib? Oturacağın sahəsini verib 100 cm kvadratı. Və suyun səviyyəsi, yəni hündürlüyü verib 5 cm. Suyun sıxlığını da verib. Romayen də bizə verib 1000-dir. 1000 kiloqram bölünsün kubmetr. Məndən cismin kütləsini istəyirsə, əgər cismin sıxlığı da suyun sıxlığından kiçikdir. Onda bunu biz belə yaza bilərik ki, P bərabərdir və yaxud da F bərabərdir. Qüvvəmiz Rho, J, H, S-ə bərabərdir. Bu Rho mayedir. J var, H var, S var.
təzyiqi qüvvəmi taparam buradan. Deməli, təzyiq qüvvəmi heç ehtiyac yoxdur. F-i demişik ilə açaq buradan. J'lər getsin. Onda M nəyə bərabər olar? Romayı vurulsun, H vurulsun isə. Romayı nə qədərdir? Deməli, 1000-dir. Daxırda çevirərik. Vurulsun H 5-dir, S də 100-dür. Bu da mənə çevirəndə də 500 qram verər. Yəni, cavabı götürərəm A variantı. Keçək növbəti suala. Watt vur saniyə böl metr kvadrat. Watt işin vahididir, açışı jol böl saniyədir. Vururam saniyəyə, bölürəm metr kvadratına. Saniyələr getdi, jol da Newton vur metrlə açıram, bölürəm metr kvadratına. Bunlar da gedir Newton böl metr. Yəni, F bölünsün X alıram. Bu da sərtliyin vahididir. Sərtlik əmsalının cavabı götürərəm D variantı. 20. İnduktivliyi 0,6 Henry olan sarğaçda cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Sarğaçda yaranan öz-özünə induksiya elektrik hərəkət qüvvəsi modulu. Epsilon induksiyaya bərabərdir. Burada artıq modulunu istədiyi üçün mənfi heç fikir vermirəm. L deltayı bölünsün delta T. Buradan epsilon induksiyanı istəyirsə, induktivlik var 0,6. Vurulsun I cərəyan şiddətini 20 götürsəm. I0 da 0'dır da 20'dən 0 çıxıb deltayını 20 götürürəm. Bölürəm 4'ə. 0,6'da 5'ə vuranda 0,3 verir bizə. Yəni cavabı götürərəm D variantı. Keçək növbəti suala. 21. İstilik mühərriklərinin gördüyü işin diaqramı verilmişdir. Hər iki istilik mühərrikində qızdırıcıdan alınan istilik miqdarı 40 jol olarsa onların fiyəsini tapın. Birincidə A1'in gördüyü iş 10'dur. Onda Q1'im də 40'dırsa etanı tapacağım ki, necə idi? H' bölünsün Q1 vurulsun 100 idi. H''ım 10'dur. Bölürəm 40'a vururam 100'ə. Bu mənə verəcək mini də 100'ü 4'ə böləndə 25%. İkincidə A2'm 12'dir, amma mənə şərtdə deyir ki, külər eynidir də, bu da 40'dır. Onda ikinci üçün də etanı tapıram ki, H' bölünsün Q1 vurulsun 100%'ə görə. 12 bölünsün 40 vurulsun 100. Deməli, bunda ixtisar aparsaq, 1240'a böləndə 30% düşür. Birinci 25, ikinci 30. Yəni, cavabı götürərəm B variantı. Keçək növbəti suala. 22. Qapalı dövrədə cərəyan mənbəyinin qütblərindəki gərginliyin cərəyan şiddətindən asılı qrafiki verilmişdir. K nöqtəsinə uyğun cərəyan şiddətinin qiymətini hesablayın. Onun maksimal qiyməti bilirik ki, E-hığını verir bizə. Epsilon 18'dir. İnin maksimal qiyməti qısa qapanma cərəyanını verir. Bu da 9'dur. Onda mən buradan daxili müqaviməti tapa bilərəm. I qısa qapanma bərabərdir. Epsilon bölünsün R-ə. Buradan R-i tapanda 18'i bölməliyəm 9'a. Bu da mənə verər 2. Həmin nöqtə üçündə tapanda cərəyan şiddətini belə yaza bilərəm. U bərabərdir. Epsilon çıx I-R. Başqa düsturlarla da gedə bilərsən. Yəni, böyük müqaviməti tapıb yerinə qoymaq, amma bu daha rahatdır deyə bundan gedirəm. 12 bərabərdir. 18 çıx. I vurulsun 2'yə. Buradan da 2 bərabər olur 6'ya. Onda I cərəyan şiddətim 3 olur. 3 ampere. 22'də cavabı götürərəm C variantı. 23. Cisim 25 metr hündürlükdən başlanğıc sürətsiz düşür. Yəni V0 0'dır. Yerə çatan anda cismin sürəti 20 metr böl saniyə olarsa, havanın müqavimət qüvvəsinin işinin ağırlıq qüvvəsinin işinə nisbətini hesablayın. Gəlin onda belə edək. Birinci ağırlıq qüvvəsinin işini tapaq. Bu asandır. MGH-la tapıram. Bu mənə verir. M bilinmir. J 10'dur. Biri də 25'dir. Yəni bu mənə verir 250. Havanın müqavimət qüvvəsinin işini tapanda birinci bunun qazandığı kinetik enerjini tapmalıyam. Deməli, Y kinetik bərabər olacaq. MV kvadratı böl 2'dən. Deməli, V 0 0'dır. Onda sadəcə MV kvadratı böl 2 yazacağım. Bu da mənə verəcək 200'i. Deməli, bu kinetik enerjinin dəyişməsi də mənim görülən ümumi işimdir da. Əvəzləyici qüvvənin gördüyü işdir. Onda müqavimət qüvvəsinin gördüyü işi tapanda, müqaviməti tapanda ümumi ağırlıq qüvvəsinin işindən görülən ümumi işi çıxıram. Çıxanda da, daha doğrusu ümumidən çıxmalıyım. Çünki ümumi böyük olmalıdır. Çıxıram. Ağırlıq qüvvəsinin gördüyü işi bu mənə 50 verir. Amma mənfi 50 verir. Çünki ağırlıq qüvvəsi həmişə hərəkətin əksinə yönəldiyi üçün mənfi iş görür. Amma indi bizdən də işin nisbətini istəyir. Müsbət götürəcəm. Modulunu götürəcəm. Onda gəlin belə yazaq. Ağırlıq qüvvəsinin, müqavimət qüvvəsinin işinin deyir. A müqaviməti ağırlığa bölməliyəm.
Müqavimət qüvvəsinin işi 50 idi. Nisbətdə də mənfi götürmürük. Bölünsün 200-ə. Bu da m'dir. Bunlar gedir. 4'də 1 deməli nə qədər düşür bu? 50'ni bölsək 200 değil bu. 250'dir. Ağırlığın ki. Bunlar gedir 5'də 1 düşür. O da mənə verəcək 0,2. Yəni cavab olacaq 0,2. Keçək növbəti suala. 24. 24'də bizə deyir ki, elektrik cərəyanının gücünün hansı cihazların köməyi ilə müəyyən etmək olar? Düsturunu yazaram. P bərabərdir I kvadratı R. U kvadratı bölünsün R və ya IU. Məsələn, mənim əlimdə ampermetr olsa, onunla birlikdə voltmetr də olsa, IU düsturuna görə hesablayıb tapa bilərəm. Cavabı ilə götürərəm onda nə? 1,5. Keçək növbəti suala. 25. Yükü 40 nankulon olan yağ damcısı intensivliyi 50 kV bölünsün metr olan bircə elektrik sahəsində tarazlıqdadır. Damcının kütləsi neçə qramdır? Qüvvələri bərabərləşdirək. Emanı bərabər edək QY-yə. Onda buradan da kütləni tapanda QY bölünsün. M yazaram. O da bərabərdir. Deməli, yükü var 40 nankulondur. Bunu açaram. 40 vursun 10 üstü mənfi 9. Vur. Yeni 50 kV verib. Yəni 50 vur 10 üstü 3. Bölünsün. Kütləni, kütlə yox. Burada nəyi tapırdıq? Adı bu. Adı J olsun. Çünki J-ni veribdir. MJ-dir bu. Onda J-ni də yerinə 10 qoyaq. Deməli, buradan 10 onsuz sürətə qalxanda mənfi olacaq. 40-ı 50-yə vuraram. Belə bir ifadə alınar. 2000 vurulsun 10 üstü mənfi 6'dır. Bir də yuxarı qalxanda 10 üstü mənfi 7. Bunun sıfırları da getsə 2 vurulsun 10 üstü mənfi 4 qalar. Qrama da çevirəndə 0,2 qram alaram. Bu şəkildə. Gələk 26. Maqnit sahəsi üçün hansı ifadə doğrudur? Qüvvə xətləri qapalıdır, düz deyir. Cərəyanın naqilin ətrafında yaranır. Bəli, cərəyan keçirsə orada mütləq maqnit sahəsi yaranır. Sükunətdə olan yükün ətrafında xeyr, həmişə hərəkətdə olmalıdır yük ki, cərəyan yaransın. Qüvvə xətləri xeyr, heç vaxt kəsişə bilməz. Nə elektrikinki, nə maqnitinki. Bəli, burulğanlı sahədir. Cavab 1, 2, 5'dir. Sonra keçək 27. Bu sualın cavabını nümunədəki kimi yazın. Yaxşı. Sabit kütləli bir atomlu ideal qazın həcminin temperaturdan asılı qrafiki verilib. Baxın uşaqlar. AB prosesində temperatur sabitdir və həcm azalır. Baxaq görək nə uyğun gəlir. İzotermik prosesdir. Həcm azaldığı üçün sıxılmadır. A gedir. BC prosesi P konstantdır və temperatur da həcmdə azalır. Yəni izobar sıxılmada götürə bilərəm, izobar soymada. Yoxdur, ona görə götürmürəm. CD hissəsində isə həcm sabitdir. Temperatur artır. Temperatur artırsa mən buna izoxor qızma deyərəm. İndi gələk görək digər variantlar. Qazın daxili enerjisi temperatur sabit qalanda qalar, yəni birinciyə gedir. Daxili enerji artır, temperatur artıb, üçüncüdə deməli bura gedir. 1'ə AD, 2'yə B, 3'ə də C'yə gedir. 28. Elektrometr yüklənmiş kondensatorun lövhələr arasında müəyyən gərginliyin olduğunu göstərir. Lövhələr arasındakı hava qatına spirt lampasının yanan alovunu daxil etdikdə elektrometrin göstərişi necə dəyişər? Uşaqlar, spirt lampasında qazı neynəyibdir bu? Yandıranda iyonlaşdırıbdır. Yəni qaz iyonlaşıbdır. Qaz iyonlaşdığı üçün oradan elektrik cərəyanı keçir. Qaz boşalması baş verir. Çünki qazdan elektrik cərəyanı keçəndə orada qaz boşalması baş verir. Və kondensator boşalır. Göstəriş də sıfıra düşür. Baxın, qaz boşalması baş verir və kondensatordakı yüklər nə edir? Tərk edir oranı. Yəni kondensator boşalır. Ona görə də kondensatorun göstərişi sıfıra düşür. Kondensator deyirəm, kondensatorda yüklər artıq oranı tərk etdiyi üçün qaz boşalması baş verir. Qazdan yüklər keçir. Kondensatorun göstərişi sıfır olur və elektrometrdə nəyi ölçür? Cismin elektriklənməsini ölçür da. Buradakı elektrik yükləri yoxdursa elektrometrin göstərişi də sıfıra düşür. Bu şəkildə. 29. Manometrə qoşulan porşenli silindirdə V1 həcmli doymayan buxar var. Porşen izotermik sıxdıqda həcmin V2 qiymətində buxar kondensasiya etməyə başlayır. İzotermik sıxma prosesi doyan buxarın tamamilə mayeyə çevrildiyi V3 həcminə qədər davam etdirilir. Qazda gedən bu proseslərin diaqramını çəkin. Deməli, 29'da qrafik çəkmək lazımdır. Fikir verirsə, birinci halda doymayan buxardır.
Yəni buna diqqət edin. Yəni ideal qazdır. P-nin V-dən asıllığını çəkməliyik. İndi qulaq asın. Temperatur hər ikisi halda sabit olmalıdır. Gəlin onda belə gedək. V1 həcmində doymayan buxar var. Birinci hissəsində, yəni qrafikimin temperatur sabit olmalıdır. Və mən bunu neynirəm? Həcmini azaldıram. Temperatur sabit olanda P ilə V bilirəm ki, tərs asıdır. Belə götürək onda. Aha. B tərs asıllıq götürək. Bu şəkildə. İndi baxmalıyam ki, bunun həcmi azalırsa, həcmin azalması kimi götürmək lazımdır. Yəni qrafik belə başlayacaq. Aha. Baxın, belə gedəcək. Birinci hissəni çəkdim. İkinci hissədə artıq doyan buxar yaranır. Temperatur yenə sabitdir. Temperatur sabit sonda ikinci hissədə təzyiq belə olacaq, amma həcm yenə azalmalıdır. Təzyiq də sabit olacaq doyan buxara çevrildiyi üçün. Belə. Daha sonra isə, çünki həcm azaldığı üçün belə göstərdim. Daha sonra isə davam etdirilir. Proses doyan maye tamamilə çevrildiyi V3 həcminə qədər davam etdirilir. V2-dən sonra da üçüncü hissəmizdə, yəni bura qədər V1-dən V2-yə qədər göstərdik. V2-dən V3-ə qədər də göstərdik. Bir də burada nə qaldı? İzotermik sıxma prosesi. Doyan buxarın tamamilə mayeyə çevrildiyi. Doyan buxar tamamilə mayeyə çevrildi. Yəni bura qədər onda davam edirsə, üçüncü hissədə də mən bunu sıxmışam, tamamilə mayeyə əmələ gəlib, həcm 0 olub. Yəni onda elə grafikin bu şəkildə də sonlanır. Beləcə qalır. Qrafik belə olur. Davam edək. 30. Gərginliyi 200 volt olan sabit gərginlik mənbəyinə qoşulan qızdırıcı element paralel birləşmiş hər birinin müqavimətləri 8 ohm olan 2 spiraldan ibarətdir. Qızdırıcı elementdə ayrılan güc. Deməli, bunlar necə birləşir? Paralel. Belə göstərək onda bunları. Əgər bunlar paralel birləşibsə, bu da bizim dövrəmiz olsun. Paralel birləşiblər və hər birinin müqaviməti də 80-dir. R1 də 80-dir, R2 də 80-dir. Onda dövrənin ümumi müqavimətini taparam. R ümumi bərabərdir. R bölünsün 2-yə görə tapa bilərəm ki, 40-dır. Sonra da qızdırıcıda ayrılan gücü istəyirsə, P bərabərdir. I kvadratı R-lə yox, U kvadratı böl R-lə getsəm. U kvadratım 200-ün kvadratı 4 vur 10 üstü 4 edir. Bölərəm R-ə, yəni 40-a. Bundan bu gedir, cavab da 1000 düşür. Cavab elə olur 1000 watt. Bu şəkildə uşaqlar. Videoların davamı hər gün gələcək. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Sağ olun.